Xoş gördük əziz tamaşaçılar. Yenə qismət oldu sizin görüşünüzə gəldik. Bu dəfə də çalışmışıq ki, maraqlı, savadlı bir qonaqla sizi görüşdürək. Qonağımız Kəmalə Onurdur. Təbii ki, məncə təqdimata ehtiyacı yoxdur. Çünki çox gündəmdə olan bir xanımdır və çox da lazımlı bir peşə ilə, işlə məşğuldur. Ən əsası bizim deməli kontekstdə olan bizə birbaşa aidiyyatı olan mövzuda olduğuna görə Kəmalə xanım, düşünürəm ki, bugün həm bizim üçün, həm də tamaşaçılar üçün də maraqlı olacaq. Düzdür, ara sıra özü açıqlamalar eləyir, izahlar verir, amma burada ətraflı çalışacağıq ki, fikrini alaq. Xoş gəlmisiniz Kəmalə xanım. Çox təşəkkür edirəm. Təqdimata görə təşəkkür edirəm. Dəvət elədiyiniz üçün təşəkkür edirəm. Xoşdur. Sizi görmək xoşdur və çox maraqlı qonaqlar silsiləniz var. Bu silsiləyə daxil olduğum üçün də minnətdaram sizə. Çox sağ olun. Biz sizə minnətdarıq. Bir şeyi unutdum. Yəni Kəmalə xanım çox şaxəli bir insandır. Həm televiziya aparıcısı, həm aktrisa, mən bildiklərimi sayıram. Həm jurnalist, radyo aparıcısı, ən əsası da dil təlimçisi. Təşəkkür edirəm. Bunlardan daha çox hansında özünüzü, yəni tapırsınız Kəmalə xanım? Belə deyim, mən ilk olaraq radioda başladığım üçün mənə elə gəlir ki, insanlar radioçu doğulurlar və bu ömrünün sonuna qədər də belə davam edir insanın. Hal-hazırda radioda çalışmıram, amma özümü həmişə daha çox radioya aid hesab eləmişəm. Amma təbii ki, Azərbaycan dilində danışmaq bir vətəndaş olaraq mənim borcumdur. Yaxşı danışmaq, dildaşıcısı olaraq danışmaq və bundan başqa da istər radio olsun, televiziya olsun, düzdür, oxşar sahələrdə bir-biri ilə fərqi var. Kinonu da çox sevirəm, o da bir ayrı məsələdir. Ona sevgim çox böyükdür. Bu sahə ilə məşğul olanlar, məsələn, Rövşən bilir ki, kino bir həm də xəstəlikdir. Onu da belə deyək, özünü ona aid hiss eləmək də bir ayrı cür xoşbəxtlikdir. Bir sözlə hamısının ürəyimdə öz yeri var. Kəmalə xanım, dil milli kimliyimizdir. Buna heç bir deməli şübhə yoxdur. Onu yetərincə qoruyub kütləvi olaraq ali səviyyədə təbliğ eləyə bilirik sizcə? Bilirsiniz, bəzən insanlar öz aralarında, yəni məişətdə çox sadə dillə danışırlar, ləhcə ilə danışırlar. Əsasən də sosial şəbəkələrdə kimin ürəyi necə istəyirsə, öz kəndinə xas, rayona xas. Yəni siz necə düşünürsünüz? Hər kəs eyni cür ədəbi dildə danışmağa borcludurmu ki, dil ali səviyyəyə qalxsın? Yoxsa bunun təsiri yoxdur? Hər kəs öz şivəsində danışa bilər. Bilirsiniz, əvvəlcə birinci sualınızdan başlamaq istəyirəm. Biz Azərbaycan dilini qoruya bilirikmi? Bu proses uzun müddətdir gedir. Mən bu prosesi uzun müddətdir müşahidə edirəm. Düzdür, son illər bununla bağlı daha çox çıxışlar, bəyanatlar, fikirlər, açıqlamalar eşidirik. Dil məsələsi çox gündəmdədir və bu çox sevindirici haldır. Amma Azərbaycan dili ilə bağlı davamlı olaraq dilçilərin, alimlərin gördüyü işlər var və mütəmadi olaraq dildə baş verən proseslər var ki, qəbul olunan qaydalar var, dilə gələn yeniliklər var, qəbul olunmayan yeniliklər var. Bütün bunların hamısı bu proses gedir. Dil, belə deyək də, canlı bir varlıqdır, adətən belə deyirik və bu prosesin getməsi çox yaxşıdır. Dünyada baş verən digər bütün proseslər kimi dilimizin də inkişaf prosesi və inkişaf deməzdim buna dəyişmə, mövzuya, gündəmə, belə deyək, adaptasiya olma. Hə, bizlə bərabər dilimiz də bir yol gedir, belə deyək. Və bu proses əslində çox normal şəkildə gedir. Sadəcə olaraq biz dilimizi qoruya bilirikmi? Bu sual bir neçə şaxəli sualdır. Çünki əvvəlcə baxmaq lazım ki, dilimizi kim qorumalıdır, necə qorumalıdır, biz bunu necə qorumalıyıq? Dövlət tərəfindən dillə bağlı çox işlər görülür. Mütəmadi olaraq cənab prezidentin özü dil məsələsini gündəmə gətirir və hətta onun çıxışında çox sevdiyim bir cümlə var. Qeyd eləyirdi ki, Azərbaycan dilini məişət dili olmaqdan çıxarmaq lazımdır. Azərbaycan dili onsuz da zəngin bir dildir, amma bir çoxları dünyanın başqa ölkələrində yaşayan azərbaycanlılar Azərbaycan dilində sadəcə məişət dilində danışırlar, amma Azərbaycan dili mədəniyyətin dili olmalıdır, incəsənətin dili olmalıdır, siyasətin dili olmalıdır. Yəni bizim gündəlik
məşğul olduğumuz bütün sahələr, yəni ölkə olaraq bizim gündəmimizdə olan bütün sahələrdə Azərbaycan dili inkişaf eləməlidir. Elmin dili inkişaf eləməlidir. Biz kitablar oxuya bilməliyik Azərbaycan dilində. Övladlarımız ədəbiyyat tapıb oxumalıdırlar Azərbaycan dilində. Bu baxımdan müxtəlif sferalarda Azərbaycan dilinin inkişafına çox ehtiyac var və bu prosesin getməsindən mən narazı deyiləm. Amma vətəndaş olaraq biz bu prosesdə nə qədər iştirak edirik? Yenə burada da bir neçə kateqoriyaya bölmək lazımdır. Birinci biz bilməliyik ki, dil daşıyıcısının önəmi nə qədərdir? Biz hamımız vətəndaş olaraq dil daşıyıcılarıyıq. Bu dili daşıyırıq, nəsildən nəsilə keçiririk, bugündən sabaha keçiririk. Amma təbii ki, mənim, sizin dil daşıyıcısı kimi önəmimiz daha çoxdur. Nəinki sıradan bir vətəndaşın, sizin qeyd elədiyiniz kimi ləhcə ilə danışan sadə bir, adi bir vətəndaşın, yəni Biz özümüz də bəlkə də həyatda danışanda ləhcə ilə də istifadə edirik, Bəli, danışırıq. əlbəttə, mən də evdə ləhcə Danışırıq, ilə amma danışırıq. çox az danışırıq da. Yəni Adətən yerinə kino görə. dilində danışırıq. Hətta bizə onu irad da tuturlar ki, roldan çıxır. Danışanda elə bir Adi dublyaj həyatda elədik, danışanda kinoya bəsdir dublyaj elədin. Vallah bu dublyaj deyil, bu Allahın verdiyi səsdir və nitqdir. Bir də peşəkarlıq baxımından bir müddət sonra oturuşur, adamın səsi, danışığı olur. Mənim özümə də o qədər deyiblər ki, məsələn olur ki, kimsə deyir ki, üzümü görmədən deyir, elə bilirəm radio danışır. Bəzən olur belə. Amma bizim bundan başqa, məsələn mən öz adıma danışacağam. Bizim bu dili daşımaq öhdəliyimiz və bunu yaxşı daşımaq öhdəliyimiz var. Çünki bu birbaşa bizim öhdəliyimizə buraxılıb, birbaşa bizim üzərimizdə məsuliyyəti olan bir nəsnədir. Ona görə də Azərbaycan dilində, Azərbaycan dilini qoruyurlarmı soruşanda vətəndaşlar, yenə də dediyim kimi fərqli yanaşmalar var. Sadə vətəndaş Azərbaycan dilini necə qorumalıdır? Öz evində ana dilində danışmalıdır. Bildiyi qədər, bacardığı qədər uşağının Azərbaycan dilində təhsil almasına, onun Azərbaycan dilində kitab oxumasına şərait yaratmalıdır. Bəli. Azərbaycan filmlərinə baxmasına şərait yaratmalıdır. Azərbaycan musiqisini sevdirməlidir. Çünki dil dediyim kimi daha çox mədəniyyətdə və incəsənətdə yaşayır, yayılır. Ona görə də bu şəraiti yaratmaq lazımdır. Amma bizim öhdəmizə düşən məsələ başqadır. Mənim məsələn ən yaralı yerim bu ola bilər. Çünki dillə bağlı danışanda özünü peşəkar hesab eləyən, peşəkar dil daşıyıcısı hesab eləyən adamların sayı çoxdur. Amma bugün biz dilimizi nə qədər vicdanla daşıyırıq, nə qədər onun qayğısına vicdanla qalırıq. Həqiqətən səmimiyikmi bu Nə məsələdə? qədər deyin də bilək. Nə qədər səmimiyik? Deyin, bax keçək orada, nə qədər? Burada məsələ yenə də şəxsiləşir. Biraz özümlə bağlı danışmaq istəyirəm. Mən aparıcı olaraq təxminən 20 illik təcrübəm var radio, televiziya aparıcısı olaraq və mən artıq belə deyək də 20 illik təcrübə, yəni bu Kəmalə adı ilə bağlı deyil. 20 illik təcrübə o deməkdir ki, sən müəyyən bir müddət efirdəsən və sözünü demisən, dinləyici, tamaşaçı tərəfindən müəyyən qədər qəbul olunmusan. Amma mən bununla razılaşmadan davamlı olaraq dildə olan yenilikləri izləyirəm və mütləq şəkildə öz dilimi inkişaf elətdirirəm. Mən 5 il, 10 il əvvəlki efirlərimə, hansısa səs yazılarıma qulaq asanda öz səhvlərimi eşidirəm. Görürəm ki, mən 5 il əvvəl bunları belə deyirmişəm. Bu təbii ki, orfoepiya normaları da dəyişir, dil qaydalarında da dəyişiklik olur. Mən bunu vətəndaş olaraq həm də özümü buna borclu hesab eləyirəm. Çünki mən bilirəm ki, hazırda mənim danışdığımı eşidən insanlar oradan nə isə öyrənə bilərlər. Əstəğfurullah, demirəm ki, mən hal-hazırda kimisə öyrətmək niyyətindəyəm, amma bu belədir. Efirdə olan nümunə adam olaraq götürür ki, belə danışırsa, orada işləyirsə, deməli belə olmalıdır. Bəli. Həm də şuuraltı olaraq, məsələn, televizoru açırsan, aparıcı danışır. Aparıcılar var ki, çox gündəmdədirlər, efirdədirlər. Bizim evlərdə uşaqlar baxır ona. Televiziya çağırılmamış qonaqdır. Bəli. Və aparıcıların nitqi birbaşa bizim övladlarımızın nitqinə hopur. Anamız, atamız, ailə üzvlərimiz, onlar hamısı mütəmadi olaraq bu dil normaları ilə qidalanırlar mənəvi olaraq. Ona görə də bu məsələdə çox yanaşmaq, belə ciddi yanaşmaq lazımdır və özünün nə qədər önəmli olduğunu bilmək lazımdır. Məsələn, bu özünü ulduz hesab eləmək, bu özünü böyük hesab etmək deyil. Əksinə, çox vacib bir mövqedə olduğunu anlamaq lazımdır. Çünki sən təkcə məşhur deyilsən, sən təkcə tanınmırsan, sən həm də cavabdehsən
deyilsən. Daşıdığın dilə, daşıdığın zəkaya, dediyin sözlərə cavab deyilsən. Kəmalə xanım, sözünüzə qüvvət, aparıcılardan danışdınız da. Biz də birbaşa dillə bağlı işlədiyimizə görə, baxın, dublyajda bizdə də belə bir problemlər yaranır. Studiyada yerimizi dəyişirik, bir başqa rejissorla işləyirik. Bilirsiniz ki, RFP qaydaları müəyyən qədər dəyişdi. Məsələn, toplu və cəm isimlər var ki, larlər şəkilçiləri. Biz bir vaxtlar elə biz belə tədris görmüşük. Məktəbdən də, universitetdən də. 90-cı illərdə. Bəli, o illərə təsadüf eləyir. Məsələn, qızlar yazılırdı, mənim yadımdadır ki, elə qızlar da deyirdik. Qatarlar yazılırdı, qatarlar deyirdik və gözəl də səslənir mənə görə. İndi RFP-yə görə qızlar yazılıb qızdar deyilir, qatarlar yazılır qatarlar deyilir, oğlanlar yazılır oğlanlar, əskərlər. Deməli, studiyada mən bunu oxuyuram, özüm də görürəm səslənmir. Yəni Dil qırılır. dil qırılır eyni zamanda da. Belə hesab eləyirsiniz? Mənim dilim qırılır. Kəmalə xanım, yəni mən bir cılızlaşma hiss edirəm. Yəni bu mütləqdirmi? Bu kimin təklifidir ümumiyyətlə? Əskərlər, oğlanlar, dil sizə görə yox, sizə görə yox, cılızlaşmır. Yəni biz əksinə bu dili daha ali səviyyəyə gətirməyə çalışdığımız məqamda yenidən bir geri dönüş, hətta heç dilimizin tarixində belə bu baş verməmiş bir şeydir. Yox, mən sizlə bu məsələdə qətiyyən razı deyiləm. Mən də cılızlaşmaq söhbətinə razı deyiləm, amma mən olanı və artıq qulağın öyrəşdiyi, insanların qəbul elədiyi formanı durub birdən-birə dəyişməyin tərəfdarı deyiləm. Sizə bir sual verəcəm. Səmimi cavab verin. Mənim danışığımda qırılmalar hiss eləyirsiniz? Qətiyyən. Mən orfoepiya normalarına uyğun danışıram. Və siz hiss eləyirsiniz indi bizdə? Sizin Birazdan orfoepiya normalarına uymadığınızı eşidirəm. Yəni Eşidirsiniz. bəli, eşidirəm. Hə. Əlbəttə eşidirəm. Amma bilmirəm, xətrinizə dəyməz Yox, qətiyyən. Yox, Xoşdur. təbii ki. Çünki mən mütəmadi olaraq bundan işləyirəm və hətta özümün də səhvlərim olur. Bəzən olur ki, canlı efirdir, nə isə düşünürsən, paralel olaraq bunu tənzimləyə bilmirsən, belə şeylər olur. Amma mən bu yolu necə keçmişəm, istəyirəm bu barədə danışım. Mənə elə gəlir ki, bu söhbətimizi eşidən həmkarlarımız üçün maraqlı olar. Həmkarlarımız yox, həmkarlarımız üçün maraqlı olar. Diqqətimiz Siz sizədir. artıq Yəni yeni qayda- bunların hamısını, Bəli, bunların yeni hamısını qayda- işləyirik. Biz Yox, narahat biz də olmayın. artıq o RFP-yə əməl eləyirik ya, o qaydalara uyuruq. Sadəcə bizdə bir fikir ayrılığı var. Bəli. Məsələn, biz daha çox bizə verilir, tutaq ki, rol. Biz o rolları hisslə, həyəcanla oxuyuruq və bütün dil normalarına riayət eləyərək. Bizdə mübahisələr yaranır. Başqa studiyada məsələn rejissor bizdən tələb edir ki, yeni RFP-yə görə danış, bizə əskərlər deməz. Orada bir sinir atakı keçiririk. Digər studiyada o qaydadır ki, yox, mən əskərlər istəmirəm. Sən əskərlər de daha gözəldir. Bilirsiniz, biz iki seçim arasında qalmışıq. Bu mübahisələrə son qoyacaq bir fikir demək istəyirəm. Azərbaycan dilinin o orfoepiya normaları Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bir sənəddir. Bu sənəd dövlət səviyyəsində təsdiq olunmuş bir sənəd olduğu üçün sizin fərqli fikirlər sərgiləyən rejissorlarınız, bunu sizdən tələb edən aktyorlar bilməlidirlər ki, onlar qayda pozurlar. Niyə? İzah eləyirəm. Deyək ki, yəqin ki, hər ikiniz sürücüsüz. Avtomobil idarə eləyirsiniz. Düzdür, avtomobil idarə eləyərkən pozulan qaydalar daha çox, belə deyək də, onların nəticəsində baş verən qəzalar daha tez görünür. Amma təbii ki, dili də qorumaq, dildə baş verən o aşınmalardan qaçmaq üçün bizdən daha çox bilən, bu məsələ ilə daha çox məşğul olan adamların fikri ilə razılaşmaq lazımdır və hətta o halda ki, bu qaydadırsa, bu qanundursa, mənə elə gəlir ki, daha çox razılaşmaq lazımdır. Bir neçə il öncə, təxminən 5-6 il öncə, səhv etmirəmsə, radiolarda monitorinq keçirildi. O dönəmə qədər mən düşünürdüm ki, bu mənim şəxsi olaraq belə fikrim idi ki, və mənə Azərbaycan televiziyasında, radiosunda aşılanmış bir fikir idi ki, danışıq dili, aparıcının, efir adamının danışıq dili daha çox kitab dilinə yaxın olmalıdır. Mən belə düşünürdüm. Mən düşünürdüm ki, məsələn, məişət dilində danışmaq yaxşı deyil. Xəbər aparıcısı mütləq dediyiniz kimi dırdır, lar-lər, mışdır deməlidir. Amma mən başladım araşdırmağa. Bu nədir?
Niyə bu belədir? Təbii ki, mənim dil sevgim böyükdür. Daha əvvəl belə deyək də incəsənət təhsilimdən əvvəl filologiya təhsilim var. Ona görə bu mənim üçün daha asan başa gəldi, amma hər halda maraqlıdır mənə də. Çünki bir aparıcının ən böyük silahı elə onun danışığıdır. Danışıq yaxşıdırsa, deməli sən 1-0 öndəsən digər aparıcılardan. Ona görə özünü təkmilləşdirmək istəyən hər kəs məncə danışığın üzərində işləyir. Və mən bu məsələ ilə razılaşmazdan öncə araşdırdım ki, bu niyə belədir? Azərbaycanda dilçilər müxtəlif bölgələrin ləhcələrinin içərisindən ümumiləşmiş bir ortaq dil norması, ədəbi dil norması təsdiqləyirlər və bu dil normasına uyğun olaraq biz danışırıq. Bu ədəbi dil normasının təsdiqlənməsi prosesi müəyyən bir təcrübələr, belə deyim, araşdırmalar əsasında baş verir. Bizə elə gəlir ki, hansısa dilçini qınamaq çox asandır. Bir müddət sosial şəbəkədə yayımlanmış hansısa geyçim sözünə görə, nə bilim, müxtəlif söz geyçim, çimərlik paltarına geyçim, kupalnik əvəzi geyçim təklif eləmişdilər. Yadıma düşdü. Belə oxşar sözlər var. Sonra ipəzor. Bunlar şayələr idi də. Əlbəttə, şayə deyildi. Bunu da deyəcəm, bu nə idi? Deməli, bu sözlərə görə... Dünən bu barədə söhbətimiz oldu. Bunun alternativini təklif elədilər ipəzorun, məsəl üçün, o geyçimin filanın. Yoxsa elə qaldı, elə kupalnik və şpilka. Yox, mən sizə bir şey deyim. Biri çimərlik paltardır, bir də sancaqdır. Yəni, onun alternativi... Sancaq nədir? Sancmaq da, yəni... Şpilka. Bəli. Sancaq deyə bilərik, yəni. Bəli. Sancırsınız da, paltarı belə da şeylər sancırsınız. axtar. Məsəl üçün, dünən bu barədə söhbətimiz oldu, bağışlayın Kəmalə xanım. Məsələn, rubilniki tapa bilmirdik. Şpilka idi, norka idi, şuba idi. Norka, rubilnik, Norka var lüğətdə. Norka lüğətdə var. Rozetka. Bəziləri bir müddətdən sonra dilə bir də hadisələri qabaqlayırıq. İstəyirsiniz fikrinizi tamamlayın. Fikrinizi tamamlayın. Mən araşdırdım Azərbaycan dili ilə bağlı nə düzdür, nə səhvdir, mənim indi məntiqimə otursun deyə. Çünki mən araşdırmadan heç nə qəbul eləyə bilmirəm. Belə insanlar kateqoriyasına aidəm. Ona görə də araşdırdım və zamanla dil normalarını öyrəndikcə başa düşdüm ki, bu daha çox dilə yatımlıdır. Nəinki bizim dediyimiz o qızlar, nə bilim, qatarlar. Qızlar demək çox rahat, bəli. Siz çıxın, yəni çox rahat olmalıdır da. Niyə çətin olsun ki? Yox, qızlar demək, qızlar demək rahatdır. Yox, qızlar demək nə çətindir? Qızlar, mən sizə deyim. Yəni bu qədər Kəmalə xanım, bu qədər asanlaşdırmağın məqsədi nədir ki? Dil asanlaşsın. Elə mənim dediyimə gəlir ki, dil əlçatan olmalıdır, dil rahat olmalıdır. amma məişət səviyyəsinə mi gəlməlidir? Bizə qulaq asan adamlar yorulmamalıdır. Mən də razıyam asan olmağı ilə, amma bəzi hallar yox, dil asan olmalıdır. Bizə hamı başa düşməlidir. Mən efir adamıyam. Mənə kənddə Fatma xala baxanda bilməlidir ki, Kəmalə nə danışır. Mənim yanaşmam fərqlidir. Çox asan olmalıdır. Kəmalə xanım. Bəli, bu çox asan. Mən yanaşmamı deyim, icazə verirsinizsə. Başa düşürəm. Olsun cəngavərlər. Olsun doğrudan, olsun bağışla. Doğrudan deməyə doğru hesab eləyirsiniz, yanılmac oldu. Yox, əslində baxın, mən razıyam ondan. Doğrudan olanda fərqli bir mənaya gəlib çıxır. Amma məhz vurğulayaraq doğrudan deyəndə tamaşaçını elə bil itələyirsən də özündən. İndi həmin məsələyə də gələcəm. Elə deyil. Həmin məsələyə də gələcəm. Bax, kinoda çəkilirsiniz. Həmin məsələ, mən kinoda heç vaxt deməmisiniz. Yox, elə deyil. Mən demək olar ki, çəkildiyim filmlərdə ləhcə ilə danışıram. Bəxtimə bu yazılıb. Baxın, mən də onu demək istəyirəm. Ləhcə pis deyil. Kim deyir ki, ləhcə ilə danışmaq doğru deyil? Mən qətiyyən demirəm pisdir. Yox, mən də onu demək istəyirəm. Nəyə görə mənim yanaşmam fərqlidir? Mən o cür yanaşıram ki, filmdə deməli fərqli təbəqələrdən insanlar olur. Və biri ofisdə işləyənin qızlar bilirsiniz, bu gün belə bir obraz ola bilər. Biri gəlmə, qızlar. Bu cür danışa bilər. Qızlar deyəndə kim deyir ki, səsi dəyişmək lazımdır? Yox, mən obrazı göstərmək üçün deyirdim. Yox, anlayıram. Amma danışıqda biri qızlar oldu, biri qızlar oldu. Bunun hər ikisini mən qəbul eləyirəm. Və deyirsiniz dublyajda da yanaşma Emin deyir. Mən o cür yanaşıram, özüm səsləndirəndə belə. Yerinə görə, əgər bu əskərlər deməlidirsə əskərlər deyəcək, mən obrazdan çıxış eləyərək onu deyirəm. Yox, əskərlər deməlidirsə, o əskərlər deyəcək. Adətən nə deyirik ki, mənim yanaşmam yəni odur. Obraza uyğun. Obraz belə deyə bilər bunu. Belə deyə bilməz. Yəni deməli Rövşənin sözünün davamı olaraq əgər bu
dövlət rəsmisidirsə, biz çox vaxt dublyajda gəlir dövlət rəsmisi, biz deyirik əskərlər. Öz aralarında əskərlərdən hə, əskərlər bunu bu cür səsləndiririk. Amma sizin dediyiniz kimi yerli filmlərdə, seriallarda, çəkilişlərdə bu istisnadır. Bizim problemimiz bilirsiniz nədir? Biz öyrənmişik daha əvvəl başqa qaydaları, daha sonra başqa qaydalar çıxıb və biz onlarla razılaşmaq istəmirik. Danışanda deyirsinizmi ki, mən istəyirəm filan yerə gedəm. Kaş elə olaydı, amma ki, Yox, demirik. yox. Demirsiniz. Niyə demirsiniz? Deyin də, yazıldığı kimi Yox, oxuyun çünki da. artıq bu qəbul olunmuşdu, məişət dilidir. Necə məşq? Yəni məişətdə biz belə danışırıq. Orfeepe qaydasına Mən görə necə Yox, deyirəm? efirdə Mən- danışın. İstəyirəm Efir- olmalıdır, bəli. İstəyirəm Efirdə olmalıdır. istəyirəm deyirsiniz. Yox, Yox. efirdə olmasını heç də mən, yəni ki, belə deyim də etirazım yoxdur. Baxın, ola mən bilər. başqa- mən- Efirdə mən Amma deyəsən, mən- bəs niyə demirsiniz? Bilmək istəyirəm sadəcə. Səbəbini gəlin araşdıraq. Niyə demirsiniz Yox, zamanla istəyirəm? artıq bizim orfepiya dəyişdiyinə görə o dəyişib bir dönəm, indi gəlib bu artıq səviyyəyə gəlmişik. Bu da dəyişimin bir mərhələsidir. Bunu biz nə qədər vaxtında qəbul eləsək, o qədər Baxın, səliqəli qəbul danışacağıq. eləyirəm. Mən bax bu gün qəbul eləyirəm bunu. Dünən də qəbul eləmişəm, sıra gündə. Amma mən yenə deyirəm, fikrim ondadır ki, bu bir neçə ildən sonra yenə başqa bir qayda qəbul olunur. Məni yandıran odur. Və mən istəmirəm ki, nəsillər arasında körpülər qırılsın. Mən nəyə görə 80-ci ilin filminə baxanda orada başqa danışıqla üzləşməliyəm? Nəyə görə Eldəniz müəllimgilin nəsli başqa cür dublyaj olunan Bu filmlər? dünyanın hər yerində belədir. Yəni televiziyada da 30 il əvvəl aparıcılar başqa cür danışırdılar. Bu gün başqa cür danışırlar. 5 il sonra, 10 il sonra başqa cür danışacaqlar. Bu belədir. Bu hər yerdə belədir. Mən sizə dövlət televiziyasında 30 il əvvəl hansısa proqram oxuyurdular o vaxt, yadınızdadır. O cür diksiya ilə nə isə oxusam siz bunu qəbul eləməzsiniz. axı. Eləməyəcəyik. Amma Bəzi Orfeepe istisnalar qaydalarında olmaqla deyirəm. qəbul eləməyəcəyik. Kəmalə xanım, belə başa düşdük ki, qanuna tabe olmalıyıq. Bəli. Düzdür? 100% qanun. Bir də bunun davamı olaraq bu o A hərfləri var idi. Yenə də bir dönəmə qədər biz deməli yazılırdı tutaq ki, problem, biz deyirdik problem. Biz ibtidai sinifdə də oxuyanda, məktəb vaxtında da, universitetdə də. Bəli. Sonra dublyajda hardasa 2008-2009-cu illərdə bizə deməli artıq dedilər ki, problem yazıldığı kimi oxunacaq. Onlar qalacaq. Problem, orfoqrafiya, omonim, optimist. Biz keçdik o hərflərinə. Yenidən 2-3 ildə artıq yazılış deməli orfoqrafik olaraq problem yazılırsa biz problem deməliyik. Bugünün Bunu tələbi məndən də budur. soruşan- Əsli nədir əslində? Bəlkə məni Yəni- aldadıblar. Mən deməmişəm elə. Bəlkə Mən də məni aldadıblar. rastlaşmamışam. Mən də rastlaşmamışam. Yox, Amma mən ola bunun canlı bilər. şahidi olmuşam qardaş. Onu deyirəm. Sən xəbərlər də Azərbaycanda- oxusan Bəli. ola bilər. Yəni mən Mənə deməmişəm, birbaşa, məndə qardaş, olmayıb. Nə yenilik var idisə Kəmalə xanım, bizə birbaşa xəbərdarlıq edirdilər. Artıq deyirdim ki, onda Moskvanı da Moskva deyək, dedilər yox, istisnadır. Onu Yəni deyəcəkdim. istisnalar Onu var. deyəcəkdim. Məndən adətən soruşurlar ki, problem deyim yoxsa problem deyirəm, konfet deyirsən yoxsa konfet. Yəni bu dəyişən deyil də. Konfet sözünə görə, məsələn, Moskva sözünə görə bunu da düşünmək olar ki, necə deyəcəm. Rus və Avropa mənşəli sözlərdə qayda budur. Orfoepiya normalarına görə qayda budur ki, Rus və Avropa mənşəli sözlərdə sözün birinci saiti odursa və onun üzərinə vurğu düşmürsə, o A kimi tələffüz olunur. Qayda budur. Sizdən əvvəlki qonaqlarda da biz dillə bağlı müəyyən bir orada düstur var ki, əgər bu söz varsa, belə qəbul olunubsa, misal üçün son deməli verilişimizdə bu tamaşaçılar tərəfindən də rəylərdə çox müzakirə olundu. Müəllimə sözü lüğətdə var, amma yığışdırılıb müəllim olub, hələ ki qalıb, yəni yenilənməlidir. Amma rəqqasə sözü rəqqasə olaraq qalır. Yoxsa o da rəqqas olub, bəlkə mən səhv bilirəm. Yəni bir düstura cavab verir bu forma ki, yəni Azərbaycan dilində kişi qadın cinsi yoxdur. Rus dilində var, Bəli, ingilis bəli, dilində bəli. var. Əgər yığışdırırıqsa, gəlin bunun hamısını yığışdıraq. Yəni mən bilim ki, bu yığışdırıldısa hamısına aid olsun. Yoxsa bu istisnalar, hər şeydə istisnalara nə qədər əsaslanmalı? Məsələnin belə deyək də, cinslərə bölünməsindən danışırıqsa, məsələn, xadim və xadimə sözlərinin fərqini yəqin ki, bilirsiniz. Bu cinsə bölünəndə nə qədər fərqli mənalar verir. Məsələn, hansısa bir xadiməyə
xadim demək olmaz. Mənə elə gəlir ki, bu mənim şəxsi fikrimdir. Yəni dilçilərdən bu barədə heç soruşmamışam, heç məlumat almamışam. Mənə elə gəlir ki, rəqqas və rəqqasənin də hardasa fərqi var. Yəni ilk baxışdan adamın gözünün önünə gəlir də hansısa bir rəqqasəyə rəqqas demək bilmirəm nə qədər doğru olar. Ona görə bilirsiniz, mən əsasən necə işləyirəm? Mən yenə də öz adımdan, öz təcrübəmdən danışıram. Mən əsasən necə işləyirəm? Hansısa bir sözü demək istəyirəmsə, bu söz yeni sözdürsə, mənə tanış olmayan sözdürsə və ya beynimdə sual yaranırsa, düzdür, bəziləri elə bilir ki, lüğətidə mən yazmışam, arfa-ip normalarında. Biz sizi burada ittiham eləmirik ya. Amma elə deyil. Mən baxıram, məndə arfa-ip normaları var, orfoqrafiya lüğəti var, yazılışına baxıram, söz lüğətdə varmı ona baxıram. Bununla bağlı müxtəlif mənbələr var. Onlardan araşdırıram, dilçilərdən. Biz də axtarırıq. Əsas orfoqrafiya lüğətidir, orfa-ip normalarıdır və dilçilərdən soruşuram. Siz də məndən soruşa bilərsiniz. Elə ona görə də qonağımız bu gün sizsiniz, Kəmal xanım. Bəli. Təşəkkür edirəm. Bizim bir vaxt bir görüşümüz olmuşdu. O qurum ləğv olunan qurum var idi. Bəli. Deməli, Dövlət Dil Komissiyası yanında monitorinq mərkəzi. Bəli. Düzdür, biraz fikir ayrılığımız orada da var idi onlarla. Nədənsə bir-birimizi başa düşə bilmirdik. O da məncə yaradıcı və necə deyək? Bunun səbəbini deyə bilərəm. Məmur anlaşılmazlığı deyək buna. Bu məmurdan daha çox Dövlət Dil Komissiyası yanında monitorinq mərkəzi daha çox elmi fəaliyyətlə məşğul idi. Tək məmur fəaliyyəti deyil idi. Orada həm araşdırma var idi, həm monitorinq var idi. Və niyə bir məxrəcə gəlmək çətindir? Onu mən orada həm televiziyanı, həm kinonu təmsil edən insan kimi onların arasında olduğum üçün bunu daha yaxşı başa düşə bilirəm. İzah eləyəcəm sizə. Azərbaycan kinosu, Azərbaycan sırf kino ilə bağlı danışaq, bəlkə də teatrda bunu şamil etmək olar. Teatrda işləmədiyim üçün bu barədə çox ürəkli danışa bilməm, amma Azərbaycan kinosuna həm də tamaşaçı kimi dediyimdən siz də razılaşacaqsınız böyük ehtimal ki, Azərbaycan kinosu bir dönəm böhran keçirdi. Sırf nitq baxımından böhran keçirdi. Biz sözümüzü tamaşaçıya çatdıra bilmirdik. Baxın, məsələn 10 il bundan əvvəlin bəzi serialları var. Yəni gülüş üçün materialdır, oturub baxıb gülmək olar. Yəqin ki, razısınız. Bəli. Mən qınamıram, onların hamısı həmkarlarımızdır. Aktyorlar çox fədakardılar, rejissorlar. Azərbaycanda bu cür belə deyək də kiçik belə mədəni mühiti olan bir yerdə biz iri miqyaslı bir dövlət deyilik. İri miqyaslı bizim aktyor, nə bilim rejissor, senarist heyətimiz yoxdur və bir dönəm biz keçid dövrü keçmişik incəsənət sahəsi olaraq. Mən aktyorları qətiyyən qınamıram elə danışdıqları üçün. Bu senaristin problemi oldu, bu rejissorun problemi oldu, aktyorun problemi oldu və bir dönəm Azərbaycanda sırf kino sahəsində materialla, ssenari ilə efirə gedəcək məlumat, belə deyək də, aktyorun nitqi arasında bir böhran var idi. Yəni bizim qarşımıza qoyulan, bu dublyajda da müşahidə olunurdu yeri gəlmişkən. Əminəm ki, mən dublyaj təcrübəm demək olar ki, yoxdur. Amma əminəm ki, siz qarşınıza gələn materialdan az narazı olmamısınız. Yəni, amma o keçid dövründə, düzəltmisiniz. keçid dövründə Amma bəli olub. filmdə bunu düzəltmək olmur. Filmdə bunu düzəltmək çox çətindir. Sən rejissora tabe olursan, senaristə tabe olursan və sən istər-istəməz bir də film elə bir anlayışdır ki, sən bir ansamblın içərisinə düşürsən və məcbursan həmin o ansamblə uymağa. Başqa cür olmur. Nə qədər peşəkar olsan, nə qədər yaxşı olsan, nə qədər istedadlı olsan, qeyri-peşəkar adamlarla bir yerdə sən yaxşı görünə bilmirsən. Düz. Ona görə də Azərbaycanda bir dönəm belə deyək də yaradıcı nitqlə yazılı nitq arasında bir qırılma baş verdi. Və bu yazılı nitqlə yaradıcı nitqin arasında olan qırılma bir müddət çəkdi də. Yəni bununla bağlı hətta yeni başlayan blogerlər başladılar hansısa bir vayınlar çəkməyə, filmləri ələ salmağa, serialları, dublyajı. Bu gün də dublyajla bağlı hansısa bir indiki film nümunələrində hansısa bir zarafata Lənət şeytana çəyək. Hə, bəli, rast gəlmək mümkündür. Bu həmin o uçurumdur, bu həmin o bariyerdir. Və bir dönəm sonra aktyorlar, rejissorlar bu bariyeri aradan qaldırmaq üçün hətta başladılar filmdə məişətdən də biraz o tərəfə, söyüşlə danışmağa, jargonla danışmağa. Təbiiliyə çalışırdılar, amma ki, əslində vurub dağıdırdılar. Onlar da qınamıram, amma onlar o bariyeri qırmaq üçün bunu elədilər. Necə ki, biz də eyni şeyi dublyajda eləməyə başlamışdıq. Bəli. Onlar o bariyeri qırmaq üçün. Amma mən çox ədəbi danışırdım dublyajda. Çox üzr istəyirəm. Orfa-ip normaları bu ikisinin ortasıdır. Orfa-ip normaları
hansısa aktyorun, hansısa dublyaj aktyorunun, aparıcının sındırmaq istədiyi baryerin ortasında keçiddir. Yəni biz orfoepiya normalarına riayət edərək məişətə uyğun çox gözəl nitq sərgiləyirik. Söz söymürük, küçə dilində danışmırıq ya da pafosla danışmırıq, amma sözümüzü çox normal şəkildə çatdırırıq. Bu Amma üzr istəyirəm Kəmal xan, yerinə görə dəyişə bilər də. Niyə də? Niyə Kinoda dəyişsin? dəyişir. Yox, Kinoda bilirsiniz dəyişir. necə? Kinoda dəyişə bilər. Bəli, bəli, bəli. Mən istehsaldan. Yəni bu xəbərlərdən çox getmişəm. deyirəm, məsələn, orada Bəli, bu söyüş var. məsələ ilə falan. Mən razıyam. xəbərlər deməliyəm, üzr istəyirəm. Bu məsələ ilə Xəbərlərdə- razıyam. Ay, dilim qırılır da Bax, bu qardaş. indi onun Xəbərlərdə- Xəbərlərdir də, xəbərlər. Nə var ki burada? Valla qırılır. Niyə? Bilirsiniz niyə? hələ Bilirsiniz ki niyə? qıcıq yaradır Bəlkə Kəmal kimsə xan. r Nə hərfini yalan deyim. Valla siz Bəlkə kimsə r sadəcə- hərfini mənim kimi r eləyə Siz bilmir. Onda təsəvvür necə edin olsun? ki, Kəmal xanım, siz təsəvvür edin ki, o qədər deməli yeni orfoepiya sirayət edib ki, beynimin o alt qatına ki, bayaq hansı söz idi? Mən tarla sözünü çaşdım, o qədər belə elədim. Valla oldu bə. Tarra. Səs rejissoru deyir ki, Olur, Emin, tələbələrim arasında- tarla da tarra olmalıdır. Dedim, yox. Sadəcə olaraq məni üzürlü say. Bu artıq psixoloji məndə gərginlikdir. Bax sən mənə deyirsən ki, belə, o deyir ki, belə. Mən hansınıza qulaq asım? Orada da tamam bir, tellərini terror eləyirdim artıq. Telləri sözünü, terrori dedim. Dedim, dostlar, bağışlayın məni. Mən ya aşırı dərəcədə məsuliyyətliyəm artıq bu yeni orfoepiyaya görə. Ya da ki, bu psixoloji bir Ya məqamdır. çox üstünə getməyin. Çox həyəcan Mən sizə bir keçiririk. etiraf Çox həyəcan eləyim. Mən keçiririk orfoepiya onunla bağlı. normalarını keçirməyin. Mən sizə bir etiraf eləyim. Mən orfoepiya normalarını necə öyrənmişəm? Qoy bundan danışım biraz sizə. Elə edin əl çatan olsun. Bizə asan vasitələri göstərin. Bəli, deyəcəm, çox asandır. Mən əlimdə oxuduğum materialları danışacağım dildə yazırdım. Bir müddət belə elədim. Sizin üçün çətin olan şeyləri özünüz qeyd eləyə bilərsiniz. Mən o onda yolu keçmişəm, amma çaşmayacaqsınız. o yol məni sonra Çox yaxşı yoldur əslində. Mənə çox rahat mənə başa sonra gəldi. unutdurdu düzgün Yazmağı. yazılışı. Ondan sonra mən onun əziyyətini çəkirdim. Hə, o da Mən var. deyim, əsla bu yəni problem deyil bizim üçün. Problem deyil. Avtomatikdir. Yəni bir monoloqdur. Orada onu emosiya ilə deyirsən, hansısa hisslərlə. Gəlirsən orada yeni qaydadan çıxırsan. Yəni o unudursan onu. Deyin O Kəmal xanım, mən avtomatik bilirəm olur. ürəyinizdən də keçir. Avtomatik. Deyin də onu. Çox şey demək Yox, istəmirəm. xahiş Deyin. edirəm deyin. Mən sizin baxışınızdan gördüm ki, nə demək istəyirsiniz. Aha. Xahiş edirəm deyin də. Bilirsiniz, mən mükəmməliyyətçi adamam və Deyin. dediyim kimi də çox şeylə razılaşmadan öncə onu araşdırıram. Yəni kör-körənə heç nə ilə razılaşmıram. Müqayisə eləmək istədim, sonra düşündüm ki, bəlkə yaxşı alınmaz. Bəzi insanlar var, İraq evdən eşikdən, İraq studiyadan. Xəstələnirlər, həkimə gedirlər, həkim onlara müalicə yazır. Həkimə deyirlər ki, gedirlər evdə deyirlər ki, o heç nə qanmır. Uzi kağızını cırır atır, deyir ki, gedir aptekə və ya nə bilim qonşudan deyir ki, sən Məsləhətləşir. keçən dəfə böyrəyin ağrıdı, neynədin mənə? O da qarğıdalı saçağı verir, onu içir və böyrək tutması ilə onu aparırlar gecə saat 4-də xəstəxanaya. Yəni biz bilmədiyimiz mövzuda başlayırıq həkimlik eləməyə. Bunu belə qəbul eləməyin ki, deyirəm bilmədiyiniz mövzuda nəsə edirsiniz. Sadəcə bəzən bilmədiyimiz şeylərin peşəkar şəkildə məşğul olmadığımız şeylərin taleyini biz həll etməməliyik. Bəzi şeylər var ki, bu qaydadır. Olur ki, yolda, yenə yol qaydalarına qayıdacağam. Olur ki, yolda hansısa zolaq, hansısa xətt bizim xoşumuza gəlmir. Razı deyilsiniz. Hansısa dairənin hərəkəti ilə razı deyilsiniz. Bir mənalı şəkildə sizlə razı ki, qaydaya tabe olmalıyıq. Pozursunuz qaydanı. Bəli. Yəni Baxın, o keçid hardansa xoşunuza gəlmir. Gedib başqa Kəmal yerdən xanım, üzr keçirsiniz. istəyirəm. Siz Kəmal xanım, sizin vasitənizlə Bəli. burdan mən öz həmkarlarıma deyirəm ki, qutarın, yeni orfoepiyaya uyun, əskərlərə əskərlər deyəcəyik. Qurtarın. Qutarın. Qurtarın. Qurtarın deyək. Bəli. Yox, Sonra mən hansı üzr söz idi istəyirəm. orada? Baxın, bu yol hərəkəti qaydasına müqayisə edirsiniz. Mən bundan razı deyiləm. Yenə Aha. deyirəm. İncəsənət azad sahədir. Və Qoymursunuz axı sözümü deyim, qardaş. Mən istəyirəm siz bununla müqayisə deyin də, yaxşı deyin. Nəyə gətirirəm? Bayaq elə onu deyirdim. İncəsənət təbii ki, azad sahədir və incəsənət təsviri sahədir. Biz danışa bilən, danışa bilməyən, kənd ləhcəsi ilə danışan, nitqində qüsur olan, Fərqli müxtəlif obrazlar ola insanları bilər, insanlar təsvir ola bilər, eləyirik bəli. və biz hamımız standart, eyni ölçülü sözlərlə danışa bilmərik. Bundan mən razıyam. Bax, mən də onu demək istəyirəm Amma də. bu qızlara qızlar demək üçün səbəb deyil.
Yox, biz danışdığımız məhz dublyaj sənət sayəsindədir. Mən demirəm xəbərlərdə elə desinlər. Yox, demirəm. Amma kinoda və bunu hər yerə şamil eləməyin tərəfdarı deyiləm. Bəli, kinoda əgər obraz xarakterdən yaradırsınızsa, çıxış eləmə. Mən onu demək istəyirəm. İstisnalar var. Mən Onu bəli, danışdıq, yox, Kəmal mən xanım demirəm ki, təsdiqlədi yox, ki, bəli, qarğıdalı qanuna- saçağınla müalicə eləyək. Rövşən, qanuna tabe oluruq, amma istisnalar var bəzi Qanun yerlərdə. qanunda, amma onun tətbiq olunan yerləri özünə görə, yəni baxır harda. Bu sizdə qıcıq tətbiq yaratmasın olunmalıdır. deyə, sadəcə olaraq onu demək istirdim ki, bu sizdə qıcıq yaratmasın deyə bunu dilin xeyrinə görülən bir iş kimi qəbul etmək lazımdır və bunun məsuliyyəti, belə deyək, bunun babalı, bu işlə məşğul olan alimlərin boyundadır. Onlar bizdən çox bilirlər bu sahədə. Bu sözü eşitmək istirdim sizdən. Söhbəti bağlayaq. Təşəkkür edirəm. Rövşən, üzr istəyirəm. Buyur. Mustafa Kemal Atatürk dahi, Türk dünyasının dahisi. 1932-ci ildə deməli Türkiyədə türk dilinin islahatlarından bağlı əmr verdi və demək olar ki, dünyanın dörd bir tərəfinə dilçiləri göndərdi, onlar araşdırmalar apardı və əmr etdi ki, öz deməli türkçəni araşdırıb tapsınlar, o sözləri ərəb-fars sözləri ilə əvəz eləsinlər. Məsələn üçün bu bugün Ərəb-fars sözləri ilə əvəz eləsinlər. yəni ərəb-fars sözlərini dildən Təmizləsinlər, çıxarıb, təmizləsinlər. dildən çıxarıb, təmizləyib öz türkçəyə aid sözlər hətta icad eləsinlər. Məsələn, bu gün onlar bizim kimi cənuba cənub demir. Məsələn, güney deyirlər daha çox. Bizdə də bu alternativ kimi, sinonim kimi işlənir. Yəni cənub, güney, quzey deyirik. Ən çox da Kəmalə xanım, mənim deməli bu şərq-qərb məsələsidir. Güney, quzey düşüb dilimizə. Yəni işlədirik bunu ədəbiyyatda və digər yerlərdə. Bu batı-doğu məsələsidir. Doğan yer, batan yer. Məntiqli izahı və dilimiz türk dili, deməli Oğuz dil qrupuna aid olduğuna görə doğan, batan tərəf. Təyyarə, uçaq. Uçaq olar deyir. Biz məsəl üçün deyə bilərik ki, məsələn deyirəm ha, subyektiv fikrimdə uçan deyə bilərik məsələn. Yenə sən də olanı niyə dəyişirsən Üzr qardaş? istəyirəm. Bu olana dəyməyin də. Üzr istəyirəm. Deməli, Belə ideyaları vermə. Yox, yox. İşdən olar, bilən olar. Mən maraqlıdır ki, Kəmal xanım araşdırmalar edir. Yəni bu nə dərəcədə doğrudur. Öz kökümüzə, sözlərin öz kökünə qayıtmaq. Məsələ sözü məsəl üçün ərəbdir ya fars sözüdür? Ərəbdir çox bildiyimə görə. Məsələn Türkiyə bunun alternativini yaradıb. Sorun. Qürur ərəb sözüdür. Halbuki Türkiyədə də qürur da işlənir, eyni zamanda onur sözü var. Kəmalə onur. Ki o da sizin Deməli var da bizim dilimizdə. Var, amma işlək deyil. Siz necə düşünürsünüz? Yaxın gələcəkdə biz də Türkiyə deməli yolundan gedəcəkmi, getməliyikmi? Ümumiyyətlə türk deməli yekdil bir türk dili formalaşıb yaranmalıdır. Ərəblər kimi, yəni Ərəb birliyi kimi. Necə görürsüz? Yəni bizdə də arınma olacaqmı kütləvi şəkildə? Öncə Türkiyə türkçəsinin təmizliyi barəsində danışmaq istəyirəm. Türkiyə türkçəsində bəli, sırf türk köklü sözlər çoxdur. Amma Türkiyə türkçəsində bu gün framboaz sözü də var. Yəni onlar Avropadan da söz alırlar. Yəni bunu hansısa söz onlarda var, bizdə yoxdur demək. Elə söz var ki, onun qarşılığı indi ağlıma gəlmir, amma Azərbaycan dilində var, türk dilində başqa dillərdən alınmadı. Amma daha bu çox hər dilin problemidir. türk sözləridir. Azərbaycan zaman-zaman Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə, fars ədəbiyyatı, fars mədəniyyəti təsir elədiyi üçün bu çox normaldır. Dünyanın hər yerində belədir. İstilalar varsa, döyüşlər varsa, bir insan həyatının üzərindən başqa bir insan dalğası keçirsə, orada dildə dəyişikliyin olması mütləqdir. Azərbaycan dilinin türk dilinə oxşar olması, türk dilində olan sözlərdən istifadə olunması mənim xoşuma gəlmir Türkiyə türkçəsinin. Bunun səbəbini izah eləyəcəm sizə. Azərbaycan dili Azərbaycan dövlətini təmsil eləyən bir dildir. Azərbaycan dövləti, o dövlət ki, biz onun sərhədləri uğrunda şəhidlər veririk. O dövlət ki, biz onun namusu, qeyrəti uğrunda başqa bir ölkədə, hansısa bir, belə deyək də, 3-4 başqa bir ölkə nümayəndəsi arasında yeri gəlsə əlimizi qana batırırıq. Bu Azərbaycandır. Azərbaycan bizim namusumuzdur, qeyrətimizdir, bütövlüyümüzdür və Azərbaycan dilini də bu şəkildə qorumaq lazımdır. Və həmişə deyirəm, dilimizin
bütövlüyünü, torpaqlarımızın bütövlüyü kimi qorumaq lazımdır. Çünki bir xalqı yaşadan ən vacib səbəblərdən biri onun dilidir. Dilidir. Və Türkiyə türkcəsi gözəldir. Türkiyə türkcəsində kinoya da baxıram, kitabda oxuyuram və bu əslində təəssüf doğurucu məqamdır ki, Azərbaycan dilində biz hər istədiyimiz kitabı tapa bilmirik bu dəqiqə. Gedirik rus dilində tapırıq, türk dilində tapırıq, ingilis dilində tapırıq. Çox təəssüf. Amma bir tərəfdən də yaxşıdır, başqa dildir. Biz bunun fərqini biliriksə ki, bu bizim dildə deyil, məsələn, türk dilindədir. Bilirik ki, bu söz türk dilindədir, heç nə olmaz. Türkcə söz bilməyin heç bir ziyanı yoxdur. Amma türk dilində danışmaq, bizim uşaqlarımızın gözünü açan kimi türk YouTube kanallarına baxması, 18 yaşından yuxarı xanımların, deyək ki 18-i, biraz daha az yaşlılar da bunu eləyir, oturub seriallara baxması, türk dizilərinə baxıb bugün ya eləməsi, bu doğru deyil, bu mənim xoşuma gəlmir. Niyə? Çünki su ilə yağı qarışdırmaq olmaz. Amma su ilə suya çox yaxın bir maddəni, içərisində başqa bir qarışım olan suyu qarışdırmaq olar və siz onu ayıra bilməzsiniz. Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi çox yaxındılar. Çox. Onları bir-birinə qarışdırmaq 2 vur 2-dir. Bunu eləsək dilimiz aşınacaq, köklü surətdə aşınacaq və Azərbaycan kimliyini itirəcək. Heydər Əliyevin, İlham Əliyevin bununla bağlı çox sayda fikirləri var. Bəli. Yəqin ki, eşitmisiniz, görmüsünüz. Bunlar heç bir boşuna deyilmiş sözlər deyil. Azərbaycan dili nə qədər pafoslu səslənsə də, bugün danışdıqlarım nə qədər rəsmi səslənsə də, Azərbaycan dili bizi təmsil eləyir. Biz öz dilimizdə ona görə çox gözəl danışmalıyıq. Hətta bu yaxınlarda belə bir onun görüntüsü çıxmışdı, mərhum Heydər Əliyevin. Hərbiçilərlə. Naxçıvanski adına hərbi məktəbə getmişdi. Orada Bəli, təzə-təzə bəli. hələ sistem qurulurdu. Orada bilgisayarda, kompüterdə deməli əskərə deyir ki, orada niyə yazılıb E hərfi, ə olmalıdır, niyə e yazılır? Bəli, bəli, yazılmışdı bəli. orada keşfiyyat. Bəli, bəli. Keşfiyyat. Yəni bir hərfin belə namusunu çəkir Dedi ki- yeri gəlsə, bir hərfin belə qayğısına Bəli, qalır. Bu o çox hər gözəl, tərəfli bəli. də oradan daha insan idi. Dedi bu kəşfiyyatla əvəz edin, orada Bəli, bəli, əvəzləndi. Türkiyə belə deyək də, keçmişdə, qədimdə elə bizim kimi danışıblar. Daha çox fars ərəb sözləri ilə. Bayaq özünüz də qeyd elədiniz ki, eyni dil olub. Amma bizim də axı tək Türkiyəni demirəm. Deyirlər hərdən ki, Azərbaycan dilində bir kasadlıq var, zənginlik yoxdur. Yox, Zənginlik yoxdur, bu qədər sənin qardaşların var. Qazax türkündən lazım olan sözü götür, ərəb sözünü at. Mən demirəm ki, bu bir ilin içində baş Bunu versin. siz eləyə bilməzsiniz. Qırğız Bunu mən eləyə türkçəsindən bilmərəm. nəsə Yox, götür. Özbək türkçəsindən nəsə. Amma Emin, sizlə türk razı sözü götür. deyiləm. Bunu siz, mən eləyə bilmərik. Bunu xalq eləməlidir. Dil hər nə qədər desək də, böyük-böyük danışsaq da ki, mən məcburam Azərbaycan dilini qorumağa, bu mənim borcumdur, sənin borcundur, onun borcudur. Təbii ki, vətəndaş kimi hamımızın borcudur. Amma dil xalqındır, fərdlərin deyil. Bunu xalq qəbul eləməlidir. Xalq istəyirsə qəbul edəcək, istəmirsə sən bilgisayar sözünü böyük hərflərlə yaz, şəhərin mərkəzinə yapışdır, yenə də ona kompüter deyəcək. Dəxli yoxdur. Siz hansına üstünlük verirsiniz? Bilgisayar yoxsa kompüter? Kompüter deyirəm. Mən də. Yox, üstünlüyü Rahatdır, hansı? qısadır, Təbii ki, dilimizdə lakonik. qəbul olunur kompüter ona görə. Deməli, deyirsiniz, bilgisayar və ya kompüter. Mən düşünürəm ki, bu incəsənətin də əslində boynuna belə bir yük düşür ki, nə qədər kinolar çəkilsə. Bəli, bəli. Həmin o konfransda da o vaxt demişdik ki, tarixi filmlərimiz olsa, biz bəzən başqa dildə axtardığımız, tapdığımız sözü ola bilər də kimsə oxumayıb, arxaik bir sözdür. Amma bizim tarixi filmdə o söz istifadə olunsa, o film populyar olsa, hamı üçün əlçatan olsa, insanlar artıq biləcək ki, öz dilində o söz var və dediyiniz kimi Türkiyə serialı və ya nə bilim başqa Bəli, bir bəli. ölkənin serialında olan o sözü istifadə eləməyəcək. Tamamən razıyam. Necə ki filmin planlaması olur. İşıq qurulur, səhnə qurulur, hər şey, qrimə baxırsan, hər şeyə, bütün xırdalıqları işlənilir. Ən vaciblərindən biri ssenaridir. Yəni ssenarinin sözləri o qədər Azərbaycan dilinə xidmət eləməlidir ki, yazıçı Azərbaycan dilinə söz gətirməlidir, şair Azərbaycan dilinə söz gətirməlidir, ssenarist Azərbaycan dilinə söz gətirməlidir. Ədəbiyyatın və incəsənətin gətirə bilmədiyi sözləri vətəndaşlar gedib başqa ədəbiyyat və incəsənətdən alacaqlar. Bu belədir. Ona görə də burada birbaşa dillə yazılı şəkildə məşğul olan, dili yazılı daşıyan adamların öhdəliyi var.
Kəmal xanım, belə çıxmasın ki, biz sizə çox ittiham eləyirik. Yox, sadəcə Elə burada çıxır. elə çıxır. Təəssüf ki, onda dəyişək Yox, mövzunu. Rəşən, bu sizin probleminiz Zarafat deyil. edirəm. Mən Elə Yox Belə adlı bloqum var və o bloqda videolar paylaşıram. Bilmirəm rastınıza çıxıb yoxsa yox. İzləyicinizə, mən daimi izləyicinizə və Təşəkkür münasibət də edirəm. bildirirəm. O videolara görə mənə elə şərhlər, elə sözlər yazırlar ki, sanki dil qaydalarını da mən kəşf eləmişəm, hətta özüm nəinki təsdiqləmişəm, kəşf eləmişəm. Hər şeydən sanki mən cavabdehəm. Bu belə deyil. Mən sadəcə olanı göstərməyə çalışıram. Bildiyimi paylaşıram ki, biraz vicdanım rahat olsun. Azərbaycan dili ilə bağlı nə bilirəmsə paylaşıram ki, mənə 18 yaşında uşaq da baxır, hansısa bir aparıcı da baxır. O qədər olur ki, kimsə deyir ki, açdım sizin səhifəyə, baxım görüm orada falan söz necə deyilir. Bu mənim üçün bəsdir. Yəni kiməsə İnanın- doğru yol inanın ki, göstərə biz də bilirəmsə bunu bu mənə eləyirik. bəsdir. Mən şəxsən eləmişəm. Çox Təşəkkür. Təşəkkür. Bu söz üçün ölürəm də. Yəni yeni Təşəkkür. qaydalarla, qanunlarla insanları belə deyək də təlimat verirsiniz. Çalışıram çox yüngül, həzm olunan formada bunu eləyim. Çünki çox rəsmi, intellektual çıxış təəssüf ki, maraqlı olmur. Baxın, o sizin axırıncı dəfə mənim qarşıma çıxdı Kəmalə xanım. O tamam məsələsi, Tamam. tamam məsələsi problem idi. Niyə tamam deyirsən? Oldu yaz. A qardaşım, yenə deyirəm, bu da türk Orada dilidir. son qərar nə oldu? Yəni siz düz çıxdınız, səhv çıxdınız o söhbətdə. Mən bunu Tamam səhv, sözü- mən bunu səhv çıxmaq üçün, düz çıxmaq üçün eləməmişdim. tamam sözü bizdə də var. Mən biraz da. şəxsi fikrimdir, deyim sizə. Dedilər ki, televiziya və radiolarda tamam sözünün deyilməsi doğru hesab olunmayıb. Bununla bağlı xəbər görmüşdüm mən. Şəxsi fikrimi paylaşdım. Tamam sözü və mənə orada kommentlərdə çox yazan var idi ki, siz deyən tamam o deyil, o başqa tamamdır. Razıyam. Bugün ola bilər ki, biz okey əvəzinə tamam deyirik, amma okey əvəzinə tamam deyirik də, yəni dilimizdə olan bir sözü deyirik. Pis söz demirik ki. Bəli. Bu bizim dilimizə yatırsa, tamam sözünün Azərbaycan dilində bilirsiniz nə qədər formasını dəyişmiş formalar var, yəni dəyişilmiş formalar var. Tamamlıq var, nə bilim tamamilə var, tamamlamaq var və s. və axır. Yəni şəkilçi qəbul edildikcə bu söz müxtəlif formalara düşür. Tamam adı var. Hətta mənə yazmışdılar Bəli. ki, mənim nənəmin adı Tamamdır. Məsələn, yəni bir nənə adı qədər qədim olan tamam sözünün əvəzinə vacibdir ki, bir oldu sözü deyək. Yəni deyək, oldu da deyək. Heç bir problem yoxdur. Əksinə Amma dilin zənginliyi Qoy olsun, tamam sinonim. olsun. Siz nə qədər Sinonim çox sözü sinonim İşte Oldu. qınayırlar ki, tamam sözü məsələn türk sözüdür. Türkçəsində də bu alınma sözdür, alınmış sözdür. Ona görə də bir söz Azərbaycan dilində uzun bir ömür yaşayıbsa, artıq qəbul olunubsa, Bəli. bir nənənin adı ola biləcək qədər qədim sözdürsə, yəni bu sözə hansısa bir qadağa qoymaq mənə elə gəlir ki, doğru deyil. Kəmalə xanım, bilirsiniz ən böyük problemimiz nədir əslində? İndi siz də araşdırırsınız, deyirsiniz araşdırırıq. Biz də işimizlə bağlı araşdırırıq. Amma çox təəssüf ki, araşdıranda bəzən gəlib dalana dirənirsən. İstədiyin şeyləri rahatlıqla tapmırsan və arada adam özü də yorulur. Mən nəyə görə hər şeyi bu qədər araşdırmalıyam? Nəyi tapmırsınız məsələn? Əl çatan deyil. Sinonimlə bağlı və ya o dediyim qaydalarla bağlı ki, bu söz varsa düşünürsən, bəlkə bu da var. Girib baxırsan ki, sən demə yoxdur. Oxşar formalı sözlər deyim də. Bu ittihamlar deyildi, əvvəldən deyirəm. Sadəcə fikir mübadiləsi idi. Siz deməli nitqlə bağlı da təlimlər keçirsiniz. Bəli. Bəlkə burdan tamaşaçılarımız da bəzən rəy bölümdə yazırlar. Onlar üçün bilirəm ki, öz vloqunuzda bunu eləmisiniz. Deyəsən mən də ora rəy yazmışdım. Bu c, ç, y, k və ya mənim bilmədiyim başqa bir r hərfi, bu hərfləri deməkdə çətinlik çəkən, yəni c, ç deyə bilməyən, r deyə bilməyən bir vətəndaşlarımız üçün, tamaşaçılarımız üçün çıxış yolunu, sadə bir çıxış yolunu buradan göstərə bilərsiniz, deyə bilərsiniz ki, necə eləyək? C ilə bağlı deyə bilərəm. Deməli, əvvəlcə onu deyim ki, bizim eşitdiyimiz c və ç səsləri Azərbaycan dilində var. Necə var? Ədəbi dildə yoxdur, amma Azərbaycanda müəyyən bölgənin, cənub bölgəsinin, bəli, danışığında, cənub ləhcəsində var və Cənubi Azərbaycanda ümumiyyətlə c hərfi demirlər, c Onu deyil. qeyd eləyəcəydim Kəmalə xanım. Bu cənuba xas tələffüzdür. Amma
söhbətimizin əvvəlində xatırlayırsınızsa mən dedim ki, dilçilər müxtəlif bölgələrdən ən qulağa dəyər, ən belə deyək, ən yaxşı, ən xoşa Qulağa gələn, yatan. qulağa yatan söz səsləri, tələffüz normalarını yığırlar bir yerə və ümumi bir ədəbi dil formalaşdırırlar. Və O da yaxşı. biraz sürüşkən məqamdır. Qulaqdan qulağa fərq var da. Amma Yaxşı. Qadağa deyil, amma rəsmi dilimizdə onlar artıq yəni səhv c-c sayılır. deyilməyi, bəli, ümumiyyətlə ədəbi deyirik, dildə bəli. c-c deyilməsi doğru Hə. deyil. Bu qəbul olunan deyil və çox qəribədir ki, yayğındır, yoluxmağa meylli, səhvdir. Yəni bir adamın yanında biraz Rahatdır da, oturub çənə əziyyət çəkmir axı. Necəsən? Çənə tərpənmir də yerində. Mən elə gəlir ki, amma daha əziyyətlidir, bilmirəm. Doğrudan. Hə, daha əziyyətlidir. Bəzən olur tələbələrimə dedizdirəndə deyirəm ki, Aha. c yox, çiçək yox. Özüm əziyyət çəkirəm bunu deyəndə. Çiçək yox, çiçək demək lazımdır. Ən faciəvi hal bilirsiniz nədir Kəmal xanım? Məktəbdə üzr istəyirəm, yaxşı müəllimlərdən uzaq olsun. Bəli. Məktəbdə müəllimlərin çoxu cınançınan danışır. Biz Aha, çox çıxış yolumuz nədədir? qısaca olaraq onu deyim ki, mütləq şəkildə Azərbaycan dilini evdən, daha sonra bağçadan, sonra məktəbdən, universitetdən, sonra iş yerindən mükəmməl olduğunu gözləmək lazımdır. Azərbaycan dili yaranandan, doğulandan ölənə qədər bizim inkişaf etdirəcəyimiz haqqında məlumat toplayacağımız bir anlayışdır. Ona görə məktəb müəllimlərinin burada rolu böyükdür. Çünki bizim həyatımızın demək olar ki, ən böyük hissəsini məktəb tutur. Yəni bir hardasa 11 ilimizi həsr edirik məktəbə, sonra bir ən az bir 4 ilimizi universitetə həsr edirik. Təhsilə bir 15 il veririk. Bağçanın da üstünə gəlsə, İki ildə magistr. yəni hə, Sən məktəbə- heç onun 2 nəysə. qatı qədər də yaşaya bilmirik nəticədə. Yəni Sonra da qaydaları dəyişirlər ki, Sonra da qaydaları sən də dəyişir. məsəfə öyrənmisiniz, indi belə deyil. Ona görə müəllimlər burada çox cavabdehdilər. Buradan yaxşı müəllimləri salamlayıram və hamısına təşəkkür edirəm. Öz müəllimlərim, möhtəşəm müəllimlərim olub Mənim də bununla müəllimlərim bağlı. çox gözəl olub. Bəli, hamısına təşəkkür edirəm. Keçək c-ç məsələsinə. Bəli, keçək. C və ç səsləri. Başlayaq c səsindən. Öncə bütün səsləri düzəltmək üçün bir sxem var. Azərbaycan dilində 9 sait səs var bilirsiniz. A, I, O, U, E, Ə, İ, Ö, Ü. Düzəltmək istədiyiniz bütün səsləri həmin saitlərlə birləşdirib hecalar düzəltmək lazımdır. Çünki söz kiçik zərrələrdən ibarətdir. Hərfdən sonra nə gəlir? Heca gəlir. Səsdən sonra heca gəlir. Biz Misal üçün. bunu Misal hə, üçün. deyəcəm. Biz bunu məsələn c hərfinin misalında belə ca, c, co, cu, c, cə, ci, cö, cü. Bunu hamısını deyə biliriksə, deməli bizdə alınır və biz heç bir halda, heç bir sözün içində bu sözü səhv deməyəcəyik. Amma bunu necə eləmək lazımdır? Məşq prosesində o 9 saatdan istifadə edirik. Onun əvvəlinə əlavə elədiyimiz c səsini dəyişməyə çalışırıq. Necə? Biraz qəribə olacaq, amma deyim görün, Çıxış yolu budur da, yəni. çıxış yolu deyirsiniz. budur. Üsul. Rus dilində c necə yazılır? Dj. Bəli. Bəli. Biz onu dj Dj ilə ilə keçiblər. Bəli, dj ilə məşq eləməliyik. Dj c-dan, daha doğrusu c-dan c-yə keçidin ən Bəli. rahat yoludur. İki səslə deyirsən, dj, ca, dj, co, bu şəkildə deyirsən. Sürəti artıranda hərflər yavaş, düşür, yavaş, c yavaş. qalır. Bunu deməyi öyrənsən, c-ni çox rahat deyəcəksən. Eşitdiniz? İndi çı. İndi Ç gedək isə, çiyə. ç isə ç-dır. Ç. Çı. Bəli, ç. Əvvəl ç deyirik, sonra bunu deməyi öyrəniriksə ça, ç, ço, keçirik ç deyə bilərik. Amma bir növ insanlar da var ki, ç-nı k-yə yaxın deyirlər. Qəribə bir yumşaq. Mən bilmədim onu. Çay. Çay. Hə, çay. Daha çay yumşaq. belə, hə. Hə, bu da doğru deyil. Bunu da Rus demək sayağı. istəyirəm. Çay. Bu yox, bu rus sayağı deyil, yox. Bu nə sayağıdır bəs? Bu Azərbaycan dilinə şəkil ləhcəsinin təsiridir, amma tək şəkil ləhcəsinin təsiri deyil. Məsələn, müxtəlif bölgələrdə bununla bağlı belə səslənmələr eşidirəm mən. Çay. Bəli. Şəkil ləhcəsində ümumiyyətlə şəkillər çox Çox gözəldir. şirin Aslında mən çox ləhcədir. sevirəm. Buradan Şəkil şəkillərə ləhcəsində salam. ç və k səslərinin yeri tez-tez dəyişir. Çəkicə keçic deyə bilirlər. Eşitmişəm. Bəli. Eşitmişəm. Kəmalə xanım, qloballaşan dünyadayıq hal-hazırda. Bəli. Yeni sözlər gəlir, trend, content, status. Bəli. Bəzi deməli xalqlar bu qloballaşmadan özünü necəsə qorumağa çalışır. Bilmirəm nə dərəcədə nail olurlar, amma bu sözlər artıq bizim dilimizə oturub. Nə təklif edirsiniz bununla bağlı? Trendə gündəm desək.
Deyək də, deyirik də. Yəni biz təsir eləyə biləcəyikmi? Yoxsa yenə də bu selin qarşısını almaq üçün hansısa dövlət səviyyəsində tədbir görülməlidir? Bu selin qarşısını almaq üçün intellekt lazımdır. Bu selin qarşısını almaq üçün şəxsi inkişaf lazımdır. Alınma sözlər dilə niyə gəlir? Həmin o sözün təmsil elədiyi məfhum yaranır, gəlir həmin ölkəyə və üstündə də adı gəlir. Məsələn, kompüter sözü, biz Azərbaycanda heç kim kompüter kəşf edib istehsal eləməyib. Bəli. Kompüter bizə xaricdən gəlib, adı da üstündə gəlib. Və biz buna nə qədər bilgisayar desək, biz bununla ilk tanışdığımız kompüter kimi olub. Ona görə biz bunu belə də qəbul edirik. Xalq bunu belə də qəbul edir. Bu cür sizə onlarla söz sayaram ki, adı üstündə gəlib. Yəni əşya da adı üstündə gəlib, texnologiya nümunəsi də adı üstündə gəlib. Bu gün də adı üstündə gələn digər sözlər elə biri trenddir. Çünki Azərbaycanda trend anlayışını, gündəm anlayışını bu qədər, məsələn, dünya qabartmazdan öncə qabardan yox idi. Trend anlayışı da dünyadan gəlir. Ümumi bir dünyada bir belə deyək də, sosial şəbəkənin bizə verdiyi bir xaotik dünya var. Onun içində hər şey hər yerdədir. Yəni elə bil ki, qaranlıq otaqda nə isə axtarırsan, bunun yeri buradaydı, indi olur burada. Böyük bir xaotik dünya var və o xaotik dünyanın üstündə, daha doğrusu o xaotik dünyanın içərisində bizə gələn, əlimizə gələn hər şey öz adı ilə bərabər gəlir və bunun qarşısında durmaq üçün savadlı olmaq lazımdır. Onun yerli alternativlərini bilmək, tanımaq lazımdır. Buna toxunmaq istəyirdim. Siz savadsızlıqda görürsüz, yəni ki, bu sözlərin qarşısı alınmasında, dili qorumaqda. Deməli, laqeydlik də var Kəmalə xanım. Laqeydlik və texnologiyanın seli. Siz deyirsiniz ki, savadlı olsaq, Yox, bunların qarşısını ala bilərik. Mən demirəm savadsızlıq deyə belədir. Mən deyirəm ki, şəxsi inkişafımızla məşğul olmalıyıq. Biz özümüzü, söhbətimizin əvvəlində nə dedim? Biz dil daşıyıcısıyıq. Bu dilin sahibiyik eyni zamanda. Biz ona sahibik. Biz o dillə bərabər doğuluruq və dünyamızı dəyişirik. Yəni bu dili biz yaşadırıq. Bir nəsil beləcə bu dili növbəti bir nəsilə ötürür. Və biz ötürücü olaraq bilməliyik ki, biz Azərbaycan dilinə cavabdehik və onun içərisində sizin də dediyiniz kimi öz məsuliyyətimizi anlayıb oxumaq, özümüzü yetişdirmək, Azərbaycan dili ilə bağlı nələrsə öyrənmək kimi bir borcumuz var bizim, öhdəliyimiz var. Mən kəmalə olaraq savadsız ola bilərəm, amma mən Azərbaycan dilini təmsil edirəmsə, mənim birbaşa öhdəliyimdir ki, mən Azərbaycan dili ilə bağlı elementar şeyləri bilim. Bunun qarşılığını bilim. Ona görə də dediyiniz kimi bu savadsızlıq deyil, bu sadəcə şəxsi inkişafa daxil olan bir məsələdir ki, hər kəs öz şəxsi inkişafı ilə məşğul olmalıdır və dilin dilimizdə olan, o gəlmə sözlərin dilimizdə olan qarşılığını tapıb onun yerinə qoymaq belə-belə düzələcək. Bir də bu sosial şəbəkə platformaları var da. Bu platformalar bizə çox şey gətirir. Onlar bayaq dedim ki, televiziya çağırılmamış qonaqdır. Sosial şəbəkə platformaları qonaq deyil, bizdə yaşayır, ailə üzvüdür. O ümumiyyətlə dəhşətlidir. Sən gecə saat 3-də ayılırsan ki, evin ən yaşlı adamı oturub TikToka baxır. Yəni belədir. Uşaq da baxır, böyük də baxır. Yəni bu belədir. Bunun vaxtı yoxdur, saatı yoxdur. Yenə bir televizorun vaxtı vardı. Axşam saat 10-da hamı söndürüb yıxılıb yatır. Telefonun ümumiyyətlə vaxtı yoxdur. Ona görə də indi vəziyyət daha qəlizdir. Biz bu şeylərlə mübarizə aparmağa çətinlik çəkirik və bu mübarizənin kökündə, daha doğrusu bu mübarizədə uduzmağımızın kökündə cahillik durur. İnsanlar hər şeyi TikTokdan öyrənərsə, insanlar hər şeyi YouTubedan öyrənərsə, əlbəttə bunun sonu olmaz. Əlbəttə bu bir dəhşətdir, bu bir fəlakət. Əslində TikTokda, sosial şəbəkədə kimlərsə tanınanda, onların nə deyirlər, o üzvləri çox olanda onları bir özünə müəllim kimi görməyə başlayırlar. Ona görə də hörmətli tamaşaçılar, Kəmalə xanımın təlim kurslarına yazılın. Kim istəyirsə dilinizi inkişaf elətdirin. Kəmalə xanım, ümumiyyətlə bu söhbətimizlə bağlı biraz əvvəldən anlaşılmazlığımız oldu. Elə bildiniz ki, biz deyirik ki, yox, bu belə olmalıdır. Bu hamısı sənətlə bağlı gedən mövzularda. Bəli, əlbəttə. Emin dedi, trend, digər bizim fikir ayrılığımız var, belə şeylərdir Eminlə. Deyir ki, nəyə görə
olmasın, bizim söz olsun. Mən amma çox istəyərdim ki, yenə deyirəm, qərarı mən vermirəm. Amma istəklərimiz istəyimi də, deyirəm. Deyil. Trend də olsun. İndi sosial şəbəkədə mən bu gün bu modda deyil, moddadır da deyəsən, Bəli. modda deyiləm. Bir Z nəsli ən çox istifadə edən və ya o qlamur insanlar Bəli. istifadə edən sözdür. Əgər lüğətdə qlamur sözü varsa, mən istəyərdim o sözdə həmin moda sözü var. Amma mod o əhvalda deyiləm. Modda olmaz. o- Modda, bu Ha, mod yox, sözüdür. Bu modda o yox. modda deyiləm. O Bəli, modda o deyiləm, hə. ingilis dilində mod İndiki sözüdür. gənclər İki onla danışır. yazılır, Yəni hə. qlamur sözü varsa, qlamur deməli qlamur insanlar Modum var. düşüb deyirlər, hə. Yəni, amma qlamur insanlar var da. Lüğətdə var Bəli, da bu bəli, söz. bəli. Mənim yanaşmam fərqlidir. Lüğətdə qlamur sözü varsa, qlamur kimlərdir? Misal üçün bizik. Yaxşı, bu qlamur insanlar necə danışacaq? Axı bu cür danışmayan qlamur insanın da danışacağı, istifadə edəcəyi sözləri mən istəyərəm ki, lüğətə salsınlar. Və bu bizim kinoda, dublyajda, teatrda bizə imkan verəcək ki, biz qanunu pozmadan Bəli. Çünki Gözəl biz arzudur, qanuna bəli, tabe gözəl vətəndaşıq arzudur. və maşında siz dediyiniz kimi biz qayda qanunla sürürük. Mən də istəyirəm ki, mənə imkan verin, mən qanunu pozmayım da, Bəli. yəni paralel yollar çəkin. Bugünkü Mən niyə söhbətimizin əks tərəfə də- getməliyəm? Təzə körpülər salsınlar. Yəni mən bunu Bəli. istəyirəm. Bugünkü söhbətimizin də elə əsas qayəsi odur ki, daha da zənginləşdirək dilimizi Kəmalə xanım. Bəli, bəli. İstər dublyaj dili, istər kino dili, istər həkim, fərqi yoxdur hansı sahənin insanı olursa olsun. Bəli. Və bu söhbəti də ona görə elədik ki, hansısa bir lazım olan insanlar, instansiyalar bura bəlkə bizə qulaq asıb nələrsə icra elədilər. Bir xırda məqama da toxunum, Bəli. sizdən o məsləhəti də alım və biz danışmışıq, əslində deyirsiniz ki, onlar bir neçə verilişdir biz kofe sözünü müzakirə eləyirik ki, kofe sözü lüğətdə yoxdur, qəhvədir, amma kofe terapiyadır, kofe break maraqlıdır, ingilis sözüdür. Məktəb vaxtında yadımda qalıb, fasilə Bəli. sözü kofe break kimi lüğətə daxil olub. Əgər bu sözlər varsa, söz birləşməsi halında, deməli biz kofe sözünü istifadə edə bilərik. Bəli. Dəqiq belədir, qanunu pozmayacağıq. Bununla bağlı öz fikrimi paylaşıram yenə. Ha, bu sizin şəxsi fikrinizdir. mən axı heç bir qurumu təmsil eləmirəm. Ona görə rəsmi olaraq heç bir işləmisiniz açıqlama də, verə radioda, bilmərəm. televiziyada Yox, işləmisiniz özüm axı siz. necə eləyirəm onu deyirəm sizə. Məsələn, bu yaxınlarda məndən hansısa sözü soruşdular. Dedilər ki, o özü lüğətdə var, amma ondan doğan başqa bir hansısa bir söz idi. Səhv eləmirəm. Oxşar bir sözdür. Qoy yadıma salım. Kəmal xanım, madam ki, trend, content, status sözünü işlədirik, kofeni niyə işlətməyək? İşlədin də. Kim deyir ki, işlədin? Baş- Yox, mən qanunla danışıram. Mən Yox, keçən dəfə qanunu dedim pozmazsınız. Rövşənə ki, işlət, Qanunu deyir ki, pozmazsınız. olmaz. Bilirsiniz, lüğətə nəyi salırlar? O sözlər ki, dilə yeni gəlib, o sual altındadır. O sözlər ki, deyilsə, kimsə düşünər ki, yox, bu bizim dildə deyil. Onların uzun müddət istifadə olunmuşlarını salırlar ki, artıq bunu xalq qəbul eləyib. Və əgər kofe break sözü deyilirsə, deməli kofe də var da. Yəni kofe ondan bir 10 il qabaq gəlib Azərbaycana sözü olaraq belə deyək. Kəmalə xanım, çox təşəkkür edirik gəldiyinizə Mən görə. təşəkkür Çox şey edirəm. öyrəndik sizdən. Estağfurullah. Bizə də ipucular verdiniz. Yəni biz öz işimizdə də bundan sonra düşünürəm ki, mübahisələrimiz də az olar həmkarlarımızla. Mən təşəkkür eləyirəm Azərbaycan dilini gündəmə gətirdiyiniz üçün, Azərbaycan dilində gözəl danışdığınız üçün, Azərbaycan dili ilə bağlı söhbətlər elədiyiniz üçün təşəkkür eləyirəm. Bu bizim öhdəliyimizdir, söhbətimizin əvvəlində də dedim. Bu da bizim borcumuzdur, vətəndaşlıq borcumuzdur və gözəl bir borcdur düşünürəm. Bəzi şeylərə hər nə qədər qıcıq olsaq da bunu zövq ala eləyirik, işimizi sevirik. Siz də sevirsiniz, mən də öz işimi sevirəm və Azərbaycan dilində gözəl danışan insan görəndə o qədər çox sevinirəm. O qədər zövq alıram gözəl danışıqdan. Çalışırıq. Bu gün də sizlə söhbətdən zövq aldım. Təşəkkür edirəm dəvətiniz üçün. Çox maraqlı mövzulara toxunursunuz. Ümid eləyirəm ki, bundan sonrakı verilişlərinizdə mənim marağıma səbəb olacaq verilişlər olacaq. Çünki dillə bağlı həqiqətən ayrıca bir kontent yox idi. Kontent də məzmun yox idi. Görürsüz? Çox da təyin eləmir, amma ayrıca bir məzmun yox idi. Məncə istifadə eləmək olar. İstifadə eləmək olar. Mən azadlıq tərəfdarıyam. Yaxşı, məncə sağollaşaq. Gəlin sağollaşaq. Mən səhv çıxmamış sağollaşaq məncə. Çox sağ olun Kəmalə xanım gəldiyiniz üçün. təşəkkür Əslində edirəm. toxunacağımız məqamlar bir neçə məqamlar da qaldı, təəssüf ki. Amma bu bizim növbəti dəfə görüşməyimizə məncə səbəb olacaq. İnşallah. Sizin təbirinizcə desək, gəldiyiniz üçün təşəkkür. 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 Sağ olun. Sağ olun. Sağ olun.